Salam hər kəsə. Bu videoda sizə vulkanların hansı ərazidə yerləşdiyindən danışacağam. Bu cədvəli sizin üçün hazırlamışam. Baxın, burada regionlar üzrə fəaliyyətdə olan və sönmüş vulkanların hansı ada və yaxud da yarımadada, hansı ərazidə, hansı ölkədə yerləşdiyini qeyd etmişəm. Videonu saxlayıb buradan yerlərini əzbərləyə bilərsiniz. Keçək indi xəritə üzərinə baxaq. Çünki xəritədə baxdıqda insan daha yaxşı yadında qalır. Əvvəlcə fəaliyyətdə olan vulkanlar haqqında sizə danışacağam və Şimali Amerikadan başlayırıq. Şimali Amerikada, Amerika Birləşmiş Ştatlarında Rainier, Shasta kimi vulkanlar var. Həmçinin ABŞ-ın Alyaska ştatında Katmai vulkanı, Alyaska yarımadasında isə baxın bu hissədə Shadna vulkanı yerləşir. Aleut adalarında isə Kanaga vulkanı var. ABŞ-ın 50-ci ştatı olan Havay adalarında Mauna Loa, Mauna Kea və Kilauea vulkanları yerləşir. Keçək Meksikaya. Həmçinin ABŞ-da dünyanın ən böyük milli parkı olan Yellowstone Milli Parkında elə yatmış vulkan olan, yəni bir neçə əsrdir ki, püskürməyən Yellowstone vulkanı yerləşir və o hər an püskürə bilər. Çünki aktiv magma ocağı var. Sadəcə çox dərindədir. Daha sonra baxırıq Meksikaya. Meksikada Colima, Popocatépetl, Orizaba kimi fəaliyyətdə olan vulkanlar var. Sonra Guatemalada Taxumulco, Momotombo isə Nikaraguadadır. Bu necə də saxlayırsınız? Deyirsiniz ki, MN. Yəni Momotombo vulkanı Nikaraguadadır. Həmçinin burada Salvador ölkəsi var. Salvadorda isə Isalka vulkanı var. Martinika adasında isə Montampele vulkanı yerləşir. Keçək Cənubi Amerikaya. Fəaliyyətdə olan vulkanlara baxırıq. Ekvatordan şimalda yerləşir Ruiz vulkanı və Kolumbiya ölkəsindədir. Ekvatordan cənubda fəaliyyətdə olan Cotopaxi vulkanı yerləşir Ekvadorda. Daha sonra San Pedro vulkanı Çili və Boliviya sərhədindədir. Lüleaco isə dünyada ən yüksəkdə yerləşən fəaliyyətdə olan vulkandır. Yəni ən hündür fəaliyyətdə olan vulkandır. Çili və Argentinanın sərhədində yerləşir. 6723 metr yüksəkliyi var. Həmçinin Cənubi Amerikada sönmüş vulkanlardan Chimborazo adını çəkmək lazımdır. Çünki Chimborazo vulkanı isə dünyada ən yüksəkdə yerləşən sönmüş vulkandır. 6310 metrdir. Bu da Ekvadorda yerləşir. Daha sonra həmçinin burada Ojos del Salado vulkanı var ki, o da Çili və Argentina sərhədindədir. Sönmüş vulkan olaraq qeyd olunur adı. Daha sonra baxırıq Avropaya. İslandiyadan başlayaq. İslandiya adası bildiyimiz kimi Avrasiya və Şimali Amerika havalarının divergent sərhədində yerləşir. Burada Hekla, Eyjafjallajökull və Bardarbunga vulkanları yerləşir. Həmçinin Katla vulkanı da var. Daha sonra keçirik İtaliyaya. İtaliya bilirik ki, Apinin yarımadasında yerləşən inşa etmiş ölkədir. İtaliyada Apinin yarımadasında Vesuv vulkanı var. Siciliya adasında Etna vulkanı var. Stromboli adasında isə Stromboli vulkanı var. Teide vulkanı Kanar adalarında yerləşir. Kanar adaları da İspaniyaya məxsusdur. Deməli İspaniyanındır. Daha sonra keçək Asiyaya. Asiyada bilirsiniz ki, burada Sakit Okean tavası ilə Avrasiya tavasının subduksiya zonasıdır. Yəni Sakit Okean tavası Avrasiya tavasının altına gömülür. Bu hissədə bir çox fəaliyyətdə olan vulkan var. Məsələn, Rusiyanın Kamçatka yarımadasında Kulyuchi-Sovkası vulkanı, Yaponiyanın Honshu adasında Fudziyama, Küsü adasında isə Aso vulkanı yerləşir. Bunu belə də saxlayın ki, bunu asıblar, küsüb. Küsü adasında Aso vulkanı var. Pinatubo Apo, PP, Filippindədir. Filippinin də iki böyük burada adası var. Biri Luzondur, biri də Mindanaodur. Baxın, bu Pinatubo adı uzun olan vulkan, adı qısa olan adadadır. Yəni Luzondadır. Apo isə adı qısadır, adı uzun olan adadadır. Yəni Mindanaodadır. Belə yadda saxlaya bilərsiniz. Sonra baxaq İndoneziyadakılara. Sumatra adasında Kerinci vulkanı var. Sumatra və Yava adaları arasında Sunda boğazında Krakatau vulkanı yerləşir. Semeru vulkanı isə Yava adasında yerləşən vulkandır. Həmçinin Papua Yeni Qvineya adasında isə Lamington vulkanı yerləşir. Daha sonra baxırıq Yeni Zelandiyaya. Yeni Zelandiya bilirsiniz ki, iki böyük adadan ibarətdir. Şimal adası və Cənub adası. Bunun şimal adasında Ruapehu vulkanı yerləşir. Afrikada isə Kamerunda elə Kamerun vulkanı, Karisim vulkanı Kongo Demokratik Respublikası ilə Ruanda ərazisində, Kilimanjaro isə Tanzaniyada yerləşir və Kilimanjaro bilirsiniz ki, Afrikanın ən hündür zirvəsidir, 5895 metrdir və bu yatmış vulkan hesab olunur. Bunlar oldu fəaliyyətdə olan vulkanlar. İndi baxaq sönmüş vulkanlara. Sönmüş vulkanları digər xəritədən baxaq. Baxın, sönmüş vulkanlar biz Cənubi Amerikada Chimborazo ilə Ojos del Salado adını çəkdik. Həmçinin Şimali Amerikada Kordilyer dağlarının ən yüksək zirvəsi olan McKinley və yaxud da Denali zirvəsini deməliyik ki, sönmüş vulkandır. Testlərdə də bu belə gedir elə ki, zirvəsi sönmüş vulkandır.
Daha sonra həmçinin Rusiyada olan Elbrus zirvəsi Qafqaz dağlarının ən yüksək zirvəsidir. 5642 metrdir. Sönmüş vulkandır. İranda Dəmavənd 5610 metr, bəzi yerlərdə 5604 də yazılır. Sönmüş vulkandır. Türkiyədə Ağrı dağ 5165 metr. Azərbaycanda Pəriçınqılı, Ayçınqılı, həmçinin Qızılboğaz, Gəlinqaya, Böyük Şıxlı kimi vulkanlar sönmüş vulkanlardır. Daha sonra sönmüş vulkanlara Kazbek vulkanı da deyə bilərik. Bu da Qafqaz dağlarında yerləşir və Gürcüstanla Rusiyanın sərhədindədir. Afrikada isə sönmüş vulkanlardan Kenya vulkanı adını çəkmək lazımdır. Elə Kenya Respublikasında yerləşir. Bu qədər. Ümid edirəm ki, video sizə faydalı oldu. Bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun.